Orucluqda isə burada əsas ortada olan nədir? O yemək, içmək filan maddi məsələlərindən keçirsən Allah üçün. Halbuki günorta yeməyindən, belə də kobud desək, maddi məsələlərdən keçirsən. Və bu əməl, orucluq əməli, oruc tutmaq, ibarətdir ancaq olmazlardan, qadağanlardan. Namazda belə ki, bunu etməlisən, bunu etməlisən, belə etməlisən. Amma orucluqda əmrlər nədir? Bunu etməməlisən, belə etməməlisən. Və bu çox gözəl bir metoddur nəfsin islahı üçün. Nəfsin islahı nədən ibarətdir? Etmə. Nəfsi əmmarəni necə islah edirsən? Olmaz. Dayan. Ən zəhləsi getdiyi kəlmədir. Özdə müstəhəbdir ki, iftara yaxın süfrə açılsın, yeməklər düzülsün. Yəni, fiziki olaraq sənin qüdrətin var o yeməkdən, sudan içəsən, yeməyi yesən, düzülüb qabağa. Amma nəfsi biraz da neynirsən? Əsəbləşdirirsən. Amma deyirsən ki, dayan, hələ dayan, hələ gözlə, hələ olmaz. Niyə olmaz? Səbəb nədir? İndi 5 dəqiqə qabaq yedin, ya 5 dəqiqə sonra yedin. Nədir bu? Hələ Allah icazə verməyib. Bu gözəl islahatdır nəfs üçün. Hələ ondan icazə gəlməyib. Yəni, bunun o mənəvi zövqünü tutmaq lazımdır. Bu zövqü yaşamaq lazımdır. Ələl-xüsus iftar açılan vaxt. Və yaxud da ki, hələ imsaqda da həmçinin. Ki, saxlayırsan özü ki, Allah icazə vermir. Bunun özünün o boyda dərin fəlsəfəsi var ki, hətta orucluq digər dinlərdə əməllər təhrif olub. Məsələn, qurban kəsmək. Bu Allah yolunda olmalıdır da, bütün qurban kesiblər. Namaz qılmaq, bütə sitayiş eləyiblər, bütə namaz qılıblar. Bütün o əməllər görürsən təhrif olub. Amma yeganə oruc tutmaqdır ki, bu heç bir, yəni Allahdan qeyrisi üçün icra olunmayıb, bu təhrif olunmayıb. Yəni Allahdan qeyrisi bütün oruç tutum, nə bilim, od üçün oruç tutum, belə bir şey olmayıb. O bir əməllər təhrif olub.